Herkese salam. Bu videoya baxan hər kəsdən xahiş edirəm ki, diqqətlə dinləsin. Hal-hazırda oturmuşam kompüterin qarşısında. Elektron şəkildə, yəni dövlətin sənədləri ilə danışıram. Bir də kənardan baxıb deyə bilən insanlar ola bilər ki, desinlər ki, əşi bu desən elə ata-oğul əmilərlə olan pul mövzusu və s. Yəni pul mövzusudur. Kaş gələ pul mövzusu olardı aramızda. Amma mən sizə bugün bir atanın, bir əmilərin doğma, yəni sağlam bir övladlarına, yəni illərlə necə xəstə göstərdiklərini, sonra pulları yiyib, həbsdən qorxub, yəni həbs qorxusundan qorxaraq hansı yollara əl atdıqlarını mən öncəki videolarda da danışmışam. İndi də danışıram. Özümün də yəni yeni əldə elədiyim yeni məlumatlara görə. Yəni bu bir dənə mənim, yəni mən bunu faciə kimi görürəm əslində. Yəni bu bir dənə mənim faciəm deyil ki, bu yəni qrup şəklində dövləti soymaq üçün etdik, yəni olunan şeylərdir yəni. Yəni məsələ bir dənə burada sadəcə o pensiya, kompensasiya əldə eləmək deyil ki, bir insana qoyulan onun həyatını məhvi aparmaq mövzusu gedir burada. İndi mən sırf bu 13 illik pensiya kompensasiya mənimsəmələrinin ən başlanğıc nöqtəsində olan bir məqam ki var, onu mən bugün yəni tam diqqətlə oxuyub o fərqi görmüşəm. İndi bunu deyim ki, məndə migren var, baş ağrı. Yəni sırf nevroloji bir şeydir. Baş ağrılarım olub. İndi yoxdur, çox da olmur. Yəni o var məndə. Yəni, sadəcə olaraq baş ağrı, nevroloji baş ağrı, sol üç. İndi onları mən tam dəqiq diaqnozu ilə danışmağa çalışıram. O buradadır. Yəni ki, onu da deyim ki, hər şey yəni 2008-də mənim əskərlikdən qayıtmağımdan sonra başladı. Yəni mən əskərlikdə də baş ağrılarım var idi. Amma əskərlikdə biraz da şiddətləndi o. İndi mən əskərlikdən, hərbidən necə təxris olmuşam? Hansı diaqnozdan təxris olmuşam? Onu danışmaq istəyirəm. Hansı, yəni 2008-də, yəni də yazım, 8-də. Yəni burada onu qeyd eləmək istəyirəm ki, yəni ki 2008-ci ildə hərbi hospitalın sənədə yazdıqlarını, yəni oranın hər hansı bir qəbahəti ola bilməz də. Yəni 2008-də verilən, qoyulan diaqnoz mənə nevroloji, yəni bu hər bir gəncdə ola biləcək bir şeydir də. Yəni bu, amma bu ömürlük insana ikinci qrup vermir axı, yəni daha doğrusu pensiya vermir axı. Yəni indi onu demək istəyirəm ki, yəni 2008-də verilən qoyulan diaqnoz və daha sonraki diaqnozlar, ikisini indi mən burada qeyd edəcəm. 2008-də qoyulan diaqnoz hərbi hospitalda və 2008-dən sonraki mən təxris oldum, ondan sonraki Astaradakı diaqnozlar. Hansı ki, heç bir müayinə olmam. Yəni ki, yəni bu 13 illik pensiya, ikinci qrup, kompensasiya və s. bunlar 2008-ci ildə hərbi hospitalın qoyduğu diaqnozla verilməyib. Əldə olunmuyor. Bu sırf Astarada həkimlər Əliyev Şaiq və Məmməd Rəsulun oradakı elədikləri şeylərdir. İndi onlara gələrik. İndi mən bu iki diaqnoza baxıram burada və deməli 2008-in hərbi hospitalın yazdığı diaqnoz keçirilmiş sinodin mənşəli serebral arachnoiditin kəllə daxili astronevrotik təzahürlər, veqetativ damar davamsızlığı və tez-tez ağrı ilə müşahidə olunan sol üçlü sinirinin nevrologiyası ilə nəticələnmiş qalıqlar. Bu 2008-ci ilin yəni hərbidən təxris olmağının diaqnozudur. İndi mən hər il müayinəyə gedirəm axı, yəni getməliyəm. Getmişəm də. 2014-ə qədər. İndi mən indi bu iki diaqnozu, indi də hardayam, indi də elektron sosial, yəni saytında. İndi burada
03-12-2010 tarixli müayinə qüvvədə deyil, hə. Burada nə yazılıb? 12 barmaq, yəni bu artıq astarada yazılan diaqnozlardır. 03-12-2014 tarixli müayinə. 12 barmaq xora xəstəliyi, qoy onu tam ətrafı oxuyum. 12 barmaq xora xəstəliyi, 12 barmaq bağırsağın xroniki xora xəstəliyi, mədə-bağırsaq sisteminin ciddi xəstəliyi, mədə-bağırsaq, mənim yəqin xəbərim olmayıb da, mədə-bağırsağımda problem var. 12 barmaq bağırsağın selikli qışasında yara hətta olub mənim mədəmdə, xəbərim olmayıb. Yəqin hiss eləməmişəm də onu mən. Və bu xəstəlik xroniki xarakter daşıyır, hətta xronikidir yəni. İndi burada hər iki diaqnozun oxşar cəhətləri var, amma da mədə şeyi yox da, təsəvvür eləmə, mədə ağrısından yata bilməməliyəm də, yəni gecələr. Mədə problemim də olmayıb mənim. Hə, yəni bu növbəti illərdə, indi onu qoy tam oxuyum. 03-12-2014 tarixli müayinə, növbəti müayinə tarixi 03-12-2015-də, hansı ki, digər videolarda da deyirəm, mən bundan imtina elədim. Və növbəti müayinə tarixi 03-12-2015, növbəti müayinənin təsdiqlənmə tarixi 20.01.2016, hansı ki, etibarnamə ilə götürülən vaxt eyni zamanda. Orada da eyni 12 barmaq xora xəstəliyi və bu 5 il davam edib. 5 illik müddətdir bu. 2016-dır, 5 il müddət. İndi növbəti müayinə, indi nə demək? İndi mən növbəti müayinəyə getməliyəm axı. Yəni mənim bundan xəbərim olub sentyabrda, 2025-in sentyabrında, MyGov-da. İndi öncəki videolarda da deyirəm ki, 2021-dən etibarən dövlət saxta əlilliklərlə bağlı yoxlamalar aparıb. Yəni ki, 2008-ci ildə məndə sadəcə baş ağrıları olub, düzdür, bərk baş ağrıları olub, çox bərk. Amma yəni heç bir fiziki, ruhi bir şeylər olmayıb bax məndə. Necə ki, indi yoxdur. İndi gəlin görək, ağsaqqallar, onlar nə edirlər? İndi hər il Astaraya komissiyaya getmək. Gedirəm, şayiqlə. Gedirəm ora, orada deyir, həyətdə gəz gəldikdən nəsə belə bir şey. Gedirəm, nəsə olur. Yəni, mən özümə bəraət qazandırmıram. Yəni, demirəm ki, mənim orada məsuliyyətim və s. Zaten mənim məsuliyyətim olmayıb. Sadəcə, yəni, mənim bundan xəbərim olmaq söhbəti ki var. Əlbəttə ki, mən bilirdim. Yəni, indi mən bunun təfərrüatlarına gedərəm. Amma yəni, mən təxminən belə fikirləşmişəm yəqin ki. Demişəm ki, məndə həqiqətən də yəni, bu hərbi hissənin verdiyi şeydir. Sadəcə olaraq, yəni onlar ki, orada həkimə pul verirdilər. Mən bu cür fikirləşirdim ki, çünki mən bunun indi dərinliyinə kimi də oxumamışam ki, bunlar hamısı hərbi hissən, hərbi hospitalda mənə verilən şey, ikinci qrup diaqnozla digəri fərqliymiş. Ayrı-ayrı şeylər imiş. Həm də ki, sənədlər də məndən gizlədilib. Yəni, fikirləşmişəm ki, yəqin nəsə verir ki, bu iş uzanmasın və s. Yəni belə. Amma işin ciddiyyətinin mən fərqində olmamışam, ona görə. Faktiki mən 2015-ci ildə imtina eləmişəm. Necə olur mən imtina eləyəndən sonra təzədən bu şeyləri eləyirsiniz? Səbəbləri də bir deyil, yəni. Yəni, burada sadəcə o deyil, yəni ki, daha çox pul qazanmaq, o əlbəttə var, daha çox pul əldə eləmək də var. Amma ondan ciddisi var da, 2021, ona gələrəm. Əsas, yəni, ciddi məqam oradadır. Çünki dövlət araşdırma aparır. Yəni ki, 2011-8-dən sonraki şeylər, hərbi hissənin, hərbi hospitalın verdiyi diaqnozdan, yəni bu qədər mənimsəmələri eləmək olmur da, yəni. Məcbur, orada avtomatik Astarada və s. İndi bunları təfərrüatlarını danışmaq lazım deyildi, yəni. Getdilər, danışdılar, orada Astarada həkimlərə və s. pul verərək, şey eləyərək, orada şey eləmək. Bu diaqnozu yazmaq ki, dövlətdən pul əldə edə bilsinlər. Buralara məlumdur. Yəni, bu davam edib beləncəsinə. Amma fakt, yəni, mən 2015-ci ildə, yəni, bilmirəm indi, yəni, tam %100 belə düşünmüşəm, amma yəni, mən imtina elədim də, yəni, dedim ki,
İndi mən durub necə yəni o fikirdə olduğumu söylə bilmərəm də, sübut edə bilmərəm ki, həm mən nəyinsə saxtakarlıq oldu deyə bunu belə elədim, yox. Yəni gördüm ki, orada bu verilir, bu verilir. Ona görə deyildi. Sadəcə olaraq imtina elədim. Yəni bir şəkildə yəni imtina elədim bundan. Hətta mənim zəng vurub məni təzədən Astaraya çağıranda əmim getmədim yəni. Dedim lazım deyil mənə. Atama da konkret dedim ki, bu həm də fikirləşdim ki, yəni mən bunları yəni mən getməyəcəm. Yəni komissiyadan keçməyəcəm, oradan buraları eləməyəcəm. Bunların hamısı ləğv olacaqdı. Yəni ikinci qrupda ləğv olacaq. Mən belə fikirləşmişəm. Pensiyada ləğv olacaq, hamısı ləğv olacaq. Daha bu şeylərin içində olmayacam mən. Bu cür fikirləşmişəm ki, yəni getməyəcəm və bu öz-özünə avtomatik olaraq ləğv olacaq 2015-də. Amma 2015-dən sonra sənədlər də göstərir ki, mənim adıma təzədən onu aktiv eləmişsiniz. Nə ilə? Etibarnamə ilə. Yəni hansı yollarla, onu siz bilirsiniz. Yenə də eyni diaqnozla da, yəni burada şahiqin də imzaları var orada kağızların üstündə. Yəni bu araşdırılıb, yəni siz bunun araşdırılmasından çəkinib bu şeyləri eləmişsiniz zaten. Yəni bunları yəni əldə eləmək, mən belə vətəndaş olaraq mən üçün o şərait qurulub ki, girib bunların hamısını görə bilirəm. Əvvəl görə bilmirdim, indi görə bilirəm. Yəni zaten siz araşdırmaya görə. Yaxşı, indi sual çıxa bilər ki, yaxşı səndə əgər diaqnoz mədə xorası idisə də, yəni xora 12 barmaq yazıladı, yəni onlar. Bunlar idisə, yəni niyə görə sənə yəni 2021-ci ildən sonra tarixlər hamısı onu göstərir? Niyə 2021-ci ildən sonra sənə Rövşənlə dəlixanaya aparmağı, orada yatıstırmaq üçün yollar, ruhi xəstə, bank kağızlarına yazmaq, ora yazmaq, narkoman, reabilitasiya, bunlar yəni niyə oldu? Yəni nə üçün bunu çalışdılar ki, bunu eləsinlər? Elə məsələ də elə oldu da, yəni 2021-ci ildə dövlət yoxlama apardı saxta əlilliklərlə bağlı. Yəni kim xəstədirsə gəlsin, belə deyim, gəlsin yoxlayaq görə həqiqətən xəstədir ya yox. Aparata salarlar. İndi məndəki bu diaqnoz necədir? İndi mən başa düşürəm ki, mən indi getsəydim 2020-ci şılangı salardılar. Nəsə də o elə bir şeylərdir. Ekranda da görünəcəkdir ki, bu adamın heç nəinki 12 barmaq yazması və s. Bunun bir dənə cızır belə yoxdur orada. Ondan sonra mövzu açılacaqdı. Ben 13 il burada bu şeylər açılacaqdı. Nə olurdu? Həbs qorxusu. Mən də durub deyərdim ki, mən 2015-ci ildə mən bundan imtina eləmişəm, bundan əvvəl belə-belə. Yəni burada necə qorxmusunuz, ondan gedir söhbət. Bax, qorxunuzdan hansı addımları atmışsınız? Yəni bunlar indi 2021-ci ildən dövlətin bu yoxlamasından sonra qorxularından, yəni həbs qorxusundan, o mədə bağırsaq yazva, yəni o diaqnozları, yəni söhbət 2008-ci ilin diaqnozundan zaten getmir. Söhbət gedir 2008-dən sonra Astrada olan diaqnozdan. 2021-dən sonra mən gedib komissiyadan keçsəydim, o vaxt mən desəm mərkəzləşdirilmişdi nə idisə, sonradan mənim öyrəndiyim qədər. Müharibə vaxtı, təxminən. Avtomatik olaraq bunlar hamısı üzə çıxacaqdı. Hani bunun mədəsində problem, bunun onun bir baxı belə bir şey. Bu necə bu 13 il bu pullar alınır, kompensasiyalar. Bir dənə çarələri var idi ki, məni o yoxlamalardan gizlətmək bir şəkildə. Mən də heç nədən xəbərim yoxdur, işləyirəm özüm üçün, işimi gücümdəyəm. Öz normal bildiyim işimlə məşğulam. Həm də zehnimdə də var ki, o vaxt o haqda da fikirləşmişdim axı. Həm də ki, indi bunu fikirləşməsində deyirəm, yəqin ki, belə fikirləşmişəm o vaxt ki, 2015-də imtina eləmişəm, amma öz-özünə şey olsun. Yəni, o haqda ümumiyyətlə düşünməmişəm. Ki, lap belə o məlumatı mən görmüşəmsə də, o məni narahat eləməyib. Yəni, o həmən 2020, yəni, məni narahat eləməyib də, yəni ki, o bunları narahat edib o. Həmən o gedişat, yəni dövlətin 2020-ci ildə yoxlamaları. Yəni ki, vəziyyətdən çıxmaq üçün onların əlindəki ruhi xəstə, dəli, psixi xəstə, narkoman, təhlükə yox, bunlar. Belə bir insanı, yəni dəlinin sözünə kimi inanır, belə bir insanı mədə yoxlanışına çağırmazlar axı. Təsəvvürlə ki, ortada ruhi xəstə o var, səni mədəvi yoxlamağa çağırır dövlət. Bunlar götürürlər bu şeyləri, nəsə edir, bilmirəm nə iniblər. Bilmirəm, yəni mən o ərəfədə onları çağırıblar, çağırmayıblar, onlar bunları orada veriblər, verməyiblər, yoxsa indiyə kimi hələ üstü örtülü qalır, onu bilmirəm mən tam olaraq.
yəni bu şeylərə onlar dediyim kimi, yəni çağırıblar məni. Bunlar etibarnamə ilə gediblər ora, bu şeyləri onlar veriblər ora, eləmiblər, onu bilmirəm. Onu da bilərik. Sonra o psixotrop dərmanlarla mənim başımı xarab eləmək, şey olub, o həmən öncəki videolarda onların hamısını danışıram. O 2008-də o məni təxris edən həkimin işlədiyi özəl xəstəxanaya getmək, orada o psixotrop başqa bir şeylə şey eləmək, belə bir şeylər. Mən heç o həkimin qəbuluna ümumiyyətlə getməmişəm. Mənim birbaşa o belə. Yəni orada işləyən başqa bir həkim, adi bir mülki həkim yəni. Zaten orada işləyən öncədən olan hərbiçilər də mülki kimi gedirlər yəni belə. Bunlar bunlarla kifayətlənməyiblər də, yəni sadəcə yəni bunlarla kifayətlənməyiblər. Yəni məni susturmaq üçün reabilitasiya, Rusiya və bu dövrdə onları yenidən danışmaq istəmirəm. Bank kağızlarıma ruhi xəstə yazmaq. İndi o ruhi xəstə mövzusuna, yəni bank sənədinin üzərində yazılan ruhi xəstə mövzusunun biraz da alt qatlarını danışmaq istəyirəm. Amma daha ətraflı o sənədə yazılan ruhi xəstənin daha alt qatlarını mən danışmağa çalışıram indi. Yəni bax 2025 mən Rusiyadan qayıdandan sonra yəni təsəvvür edin ki 1500 manatlıq bir bank borcuma belə ruhi xəstə yazıblar ayrıca. Mən yəni məhkəmə portalından onları çıxardıb kağızları 500 dənə kağız çıxartmışam, oxuyuram yavaş-yavaş belə şey kimi. Sonra xətt çəkirəm altına, ardıcını oxuyuram ki heç nə qaçırsın. Yəni ora belə şey yazıblar, ruhi xəstə yazıblar. Yəni nəinki o 10 neçə minlik mənim dediyim kimi verilən kredit, ondan öncəki digərinədir. 1500 manatlıq bir şeyə də ruhi xəstə onu icraya aparmaq, indi danışacağım onlar. İndi sırf yəni ruhi xəstə, yəni bank kağızlarına yazılan ruhi xəstə, mən sadəcə burada beləsinə qeyd edirəm, nəsə belə vərdiş halı alınıb məndə son 6-7 ayda. Həm də oradan da baxıram tarixlərə. Deməli, sırf yəni bu 2025-in, yəni mən Rusiyadan qayıdandan sonra məlum oldu da Rusiyaya getmək və s. nə idi məqsəd. Oradan qayıdandan sonra mən bank işimlə şey edirəm, bəs mənim bankdan sağ olum. Yəni çünki gedişatları bilməmişəm. Yəni mən reabilitasiyada olan müddətdə nə ediblər, mənə reabilitasiya aparanda, ondan sonra Rusiyada olduğum müddətdə, yəni onların o gizli şeylərini, o planlarını mən görə bilməmişəm. Mən bu 2025-in yay ayında bütün mübahisələrim ancaq bu olub. Niyə mən bankımı, yəni bank borcumu icraya aparmağa çalışmışsınız? Bunu necə eləmişsiniz? Və daha sonra daxilinə oxuyanda ruhi xəstə. Sonradan mübahisələrimiz, hamısında səs yazıları var. Və bir dənə də bu şeyi qeyd edeyim. O Məmməd Rəsul, Rövşən, yəni bir yerdə danışmışıq da biz bunları. Həmin ərəfədə, yəni qardaşım da o mövzulardaydı. Əgər həqiqətən o da bu mövzuları bilirsə, o da mənəviyyatsız bir insandır. Yəni başqa bir söz demirəm ona. Onu elə buradan demək istəyirəm. Yəni bilirdim istəyək, yəni onların o şeyi əgər bilibsə. Heç maraqsızdır. Deyirəm, niyə burada ruhi xəstə yazmışam? Məsəl üçün. Bunun bütün səs yazıları var. Deyir, indi icraya aparmaq, bunu şey elədik, şey eləyəmək. Nə üçün bunu bu cür eləmişəm? Niyə, məsəl üçün demişəm ki, mən reabilitasiyadayım. Mən axı deyirəm, gedəndə, mən reabilitasiya aparanda siz aldadıb. Axı mən telefonumu açıq qoydum ki, bankdan zəng gəlsin, mənlə əlaqə saxlasınlar da, yəni belə. Niyə mənim telefonumu söndürdünüz? Telefonumu söndürüblər, qırıblar, ümumiyyətlə, sonra da çıxıb gediblər banka. Niyə biz reabilitasiyada olanda mən gəlib bu mövzularla danışır, yəni deyirəm ki, 2025-də, yəni bu cür, yəni ki, bu sadəcə ruhi xəstə bank sənədlərindən gedir mövzu, indiki danışdığım. Mən reabilitasiyadayım, bəs niyə ora gətirib, yəni bankın nümayəndəsini niyə ora mənə yönləndirmişsiniz? Deyək ki, orada mən qapalı yerdə, gəlsin ora, onu da keçən videolarda danışmışam, onun da çox alt qatları var, orada da yəni risk daşıyırlar hər tərəfli. Mən bank işçisinə deyirəm ki, mənə burada zorla saxlayırlar, güclə saxlayırlar və s. və ilə axır. Bu da bu cür sənədlərə gedər axı. Yəni ta ki bankın nümayəndəsi gəlib ora,
Deyir ki, vətəndaş belə bir söz dedi. Avtomatik o da sistemə düşür. Orada da olan riski var. Sonra, indi ruhi xəstə. Deyirəm ki, niyə bəz ruhi xəstə yazmısan? Sırf yəni ruhi xəstə niyə yazmısan? Niyə bəz onda o ikinci qrupu ki alırdın, niyə oradakı o sənədi əlavə eləmirdin ora? Yəni, indi şəklini çəkəcəm onların, əlavə eləyəcəm. Yəni, o, düzdür, mən indi bilirəm, 2008-də hərbi hospitalın yazdığı diaqnoz fərqlidir. Amma 2008-dən sonraki Astarada, həkimlərdə olan yazdığı diaqnoz fərqlidir. Mən bunu indi bilirəm, ikisi də fərqli olduğunu, mənədə yazması və s. belə. Fərqli olduğunu indi bilirəm, hal-hazırdakı videomda qeyd edim, saat 28:07 2026 12:53. Fərqli olduğunu indi dərk eləmişəm. Amma yəni istənilən halda deyirəm ki, yəni sən niyə bəs onda onu əlavə eləməmisən də ora? Ruhi xəstə, yəni onun faktı var, müayinə olunuram, MRT və s. yəni belə məlum olur ki, məndə budursa, bəs onda onu niyə əlavə eləmirsən? Heç bir təsdiqi olmayan ruhi xəstə yazırsan ora. Bunun mübahisəsini gedirəm. Mənə başqa cür o əsəb verir mənə. Yəni sən ruhi xəstə adam sən ruhi xəstə bildiyin adam, yəni ona o cür qələmə verdiyin adamdan oturmusan, mövzu gedirsən, mənim adım niyə ruhi xəstə yazmısan? Bəs ruhi xəstəyəm axı, birdən orada bir təhlükə, yəni bilirsən axı, təhlükə yoxdur sadəcə, yəni məqsəd başqadır. Yəni ruhi, belə deyim də, yəni ruhi xəstəyə durub necə deyə bilərsən, sən ruhi xəstəsən? Götürər, vurar, öldür, nəsə eləyər də adama. Və heç bir məsuliyyət də daşımaz. İndi mənə gah deyir, şeydir, mən onu belə də yəni düşünmədən də yəni yazmışam. Sonra biraz da üzərinə gedirəm, deyirəm, bəs necə düşünmədən yazırsan, bəs belə. Deyir, vəkil mənə dedi, mən də yazdım. Bunu dedi mənə. Mən də vəkillə, səslər var. Mən də vəkillə görüşməyə artıq hazırlaşmışdım. Deyim, gedir vəkillə söhbət edək. Sabahsı gün mənə deyir. Yəni ki, deyirəm ki, yəni görüm bu vəkil, yəni hansı şeylə, yəni mənə görməyə, necə bu şeyi yaza bilər, yaxud hansı bir şeyin necə yaza bilər, yəni bunu. Bunu dedim ona. Görüşək, danışaq. İndi bu görür ki, sabahsı gün həqiqətən mən ciddiyim artıq vəkillə görüşmək və s. İndi onun başqa məqamları da var, onları da deyirəm. Deyir, yox, mənim vəkillə heç bir müqaviləm olmayıb. Yəni, onun şeyi yoxdur da orada. Mən özüm demişdim ona ki, yazsın. Deyirəm, bəs dünən deyirsən ki, mən bunu bilmədən yazacağam, yəni gah belə danış, necə ola bilər bu? Mübahisə yarandı. Yəni ki, demək istəyir ki, mən yəni ki, artıq yəni şeyləri də etiraf eləmək kimi, mən özüm ona demişəm ki, yazsın. Bəs dünən deyirəm sənə ki, niyə yazmısan onu? İndi bu vəziyyətdə bilirsiniz neynədir? Bir dənə mübahisə, birbaşa mənim üzümə, sən narkomansan, sən ruhi xəstəsən, sən busan, bir dənə belə bir dənə atmosfer yaratmaq, bütün sinir sistemin pozulur, əsəbləşirəm və bu sözü deyib qapıdan çıxmaq, mən də deyirəm, kişi bu danışırıq belə, xeyri yoxdur. Yəni yalanın üstü açılır axı, ona görə. Yəni bu şeyləri artıq şey eləyəndən sonra, başa düşəndən sonra çox da əsəbləşmirəm, yəni həqiqətən. Çox 2-3 aydır ki, əsəbləşmirəm. Daha sonra, burada qeyd eləmişəm, mən Rusiyadan qayıdandan sonra, hələ bu mövzular olmamışdan öncə, vəkillə telefonla danışır, mənsur deyir, iş qabiliyyətini itirir və s. belə şey kimi. Yeni şey, bu cür şeylər əlavə eləmək istəyir, yəni ki, durmurlar da, yəni dayanmaq yoxdur. Yəni bunların hamısının nəticəsi nədir? Qorxudan, yəni öz məsuliyyətlərinin qorxusundan, yəni bilirlər axı necə bir şeylər, hilələr ediblər. Və evdə də mən dünən statuslar paylaşmışdım da, fakt. Yəni deyirəm ki, məsəl üçün də bu cümlələrini tez-tez işlədirəm, yəni qadınları və s. alət eləmək. Yəni qadınlarla mənə çatdırmışsın, hansısa bir qadın üzvlərimizdə, yəni mənə bir söz deyir, mən indi başa düşürəm ki, onlara dedizdiriblər onu. Yəni məsəl üçün, mən o dediyim kimi 2025-də bu ruhi xəstə mövzusu ilə mübahisə edirəm, qadınları şeydirlər, yəni bir şey kimi də belə. Yəni sonradan həmən qadınla da mənim müəyyən qədər şey olursa, onsuz da şey deyil, yəni deyirəm, sən niyə bu şeyə müdaxilə edirsən? Mən burada danışıram, sən niyə? Yəni bir şəkildə onlar da bu işlərə şey eləyiblər. Yəni mənim öz sahəmdə 2011-dən 2024-də indiyə kimi mən
işləmişəm, pul qazanmışam. Mənim öz işimlə məşğul olmamağım üçün, dediyim kimi, öncəki videoda da deyirəm, hamısı bir şeyə xidmət edir. Şaiqin gəlib mənə demək, sən bir dənə çarən var, yəni balaca bir dənə işlə məşğul ol. Rövşən məsələsini mənə deyir. İndi mən üçün orada Rusiyada süni problemlər yaradırlar şeylə, öz yaxınları. Hə, deyirəm, yox, deyir, hədə Allah deyir, kimə nə dindardaq indi o cür şeydir. Allah deyir, hər kəsə öz qaldıra biləcəyi yükü verir, yəni ona görədir bunlar. Təsəvvürsüz, yəni dinin şeylərini də alət edir əslində, yəni burada söhbət dindən getmir. Dinin o cümlələrini öz şeylərində istifadə edirlər. Allah hər kəsə öz qaldıracağı yükü verib. Bəs siz nəsiz bəs burada? Allah sizə deyir, bunları eləyin. Yəni hərə bir tərəfdən. Yəni nəticədə bu vəziyyətləri elə bir yerə gətirdilər ki, yəni ki, mən yəni o belə Rusiyadan qaydanda belə, yəni o öncəki videolarda danışmışam. Dükanımdakı bütün malları, detalların hamısını şey eləmək, yəni pulsuz qalım. Yəni bank borclarını da bir tərəfdən, yəni icraya gətirmək və s. ora qaçsın, bura qaçsın. İndi ən bir şey var. İndi mən 2025-ci ilin sonunda da belə mənə görə nə deyirlər? O maddi çöküşümün o ən pik nöqtəsində də, yəni indi də belə maddi şey deyil, yəni əlimdən gələn eləməyə çalışıram. Sadəcə yəni mənim o maddi çöküşümün sonunda da mənə dedikləri söz var. Bəlkə sən özün gedərsən, yenidən komissiyadan keçərsən, ikinci qrupun aktiv olsun, pensiya alasan və s. dövlət şey eləsin sənə. Mən indi yadıma düşür ki, mən o vəziyyətdə belə onlara dedim ki, yox, mənə lazım deyil. Yəni, insan az qalsın, ləyaqətsiz olmasın da, yəni. Yəni, sizin şeyləri film çəkmək olar, yəni sizin bu elədiklərinizlə. Yəni ki, Məmməd Rəsul, Şaiq, Rövşən və Əmr, sizin hamınıza deyirəm mən. O ailə şousu, vəkil nağılları, nə bilim, bu illər ərzində qohumlar arasında yaratdığınız o şeylər, süni şeylər, şoular, o Astaradakı komissiya oyunlarınız, adıma o pay torpağı adından adıma götürdüyünüz etibarnamə ilə elədiyiniz bütün o saxtakarlıqlar, yəni nə varsa da hamısı ən maraqlısı. O mədə yazvası, mədə xorası imiş. O baxıram orada, mədə xorası. Yəni bütün bu fırıldaqlar hamısı bitdi də yəni. Və hamısı da sizin bugünə kimi gizlətmək istədiyiniz Daxili İşlər Nazirliyinin, Baş Prokurorluğunun EPIS elektron sistemindədir. Hamısı elektron qaydada, hamısı oradadır. Yəni arxada gizləməklə, nə bilim, evdə məişət şeyləri, bu xaosları yaratmaqla, yəni nə qanundan qaça bilərsiniz, nə də yəni mənim arxamda mənim həqiqətlərim var. Nə qədər onu ləkələməyə çalışsanız da. Baxıb görək sizə kim haqq qazandırır sizin bu əməllərinizə. Peki sizin heç bu əməllərinizə heç o Səməndər Musayev belə bu qədər dərinlikdə bilmir. Yəqin ki, o da oturub baxar.